etdiyimiz kimi, Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan, eyni zamanda NATO-nun cənub qonşuluğu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə Azərbaycanla münasibətləri müzakirə edib. Mirzoyan ictimaiyyətə bununla bağlı paylaşım edərək xəbər verib və onun sözlərinə görə Ermənistan NATO əməkdaşlığının əsaslarına toxunmaq üçün yaxşı fürsət idi. Mən Azərbaycanla münasibətlərin normallaşması prosesində əldə edilmiş mühüm mərhələni sülh müqaviləsinin mətninin tamamlanmasını və onun imzalanması ilə bağlı Ermənistanın mövqeyini vurğuladı. Mirzoyan belə yazıb sosial şəbəkələrdə və o eyni zamanda məhz açıqlamalarında vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandığı gün ATƏT Minsk qrupunun buraxılmasına razılıq verən sənəd də imzalanacaq. Yəni Antalya Diplomatik Forumunda keçilən panel müzakirələrdə məhz bu məqamlara toxunub Mirzoyan öz çıxışında və eyni zamanda forum çərçivəsində də daha belə deyək konkret Azərbaycan-Ermənistan münasibətlərindən də danışılıb. 3 nazirin olduğu panel sessiyası da olub və elə bu haqda müzakirəmiz var. Qonağım millət vəkili Elçin Mirzəbəylidir. Elçin müəllim, salam, xoş gəlmişsiniz. Salam, sabahınız xeyir. Elçin müəllim, Ararat Mirzoyanın bir sıra açıqlamaları var, bir sıra məsələlərə toxunulub və onun vurğuladığı bir cümlə var idi ki, ATƏT Minsk qrupunun buraxılması ilə bağlı sənəd elə sülh müqaviləsi imzalanan gün imzalana bilər. Bu nə dərəcədə mümkündür və yaxud da mümkündürmü? Təbii ki, bu tamamilə kökündən yanlış yanaşmadır. Əslində Ermənistan sülh müqaviləsi ilə bağlı bütün prosesi və yanaşmalarını erməni interpretasiyasında təqdim etməyə çalışır. Yəni onların baxış bucağında obyektiv bir yanaşma tərzi ortalıqda yoxdur. Əslində proses çox sadədir. Əgər sülh müqaviləsində tərəflərin qarşılıqlı olaraq bir-birinə qarşı iddialardan əl çəkməsindən söhbət gedirsə və ərazi bütövlüyü faktoru önə çıxırsa, qarşılıqlı olaraq tanınırsa, hər hansı bir iddianın olmadığı xüsusi şəkildə vurğulanırsa, belə olduğu təqdirdə artıq başa çatmış, mövcud olmayan münaqişə ilə məşğul olan ATƏT Minsk qrupunun fəaliyyətinə nə ehtiyac var? Yəni, prinsip etibarilə bu proses sülh müqaviləsindən öndə baş tutmalıdır. Yəni, mahiyyət ondan ibarətdir ki, əgər Ermənistan indiki şəraitdə etimad mühitinin yaradılması üçün Azərbaycan tərəfindən irəli sürülən, həmçinin sülh müqaviləsinin mətnindən irəli gələn şərtlərə əməl etmək niyyətində deyilsə, o zaman bu sülh müqaviləsinin nəticə etibarilə əhəmiyyəti nədən ibarətdir? Yəni, prinsip etibarilə suallar ortalıqdadır, açıqdır və biz Ermənistan rəsmilərinin açıqlamalarında bu sualların heç birinə cavab tapmırıq. Elçin müəllim, ümumiyyətlə necə düşünürsünüz? Baxın, Antalya Diplomatiya Forumunda 3 Xarici İşlər Nazirinin olduğu bir panel sessiyası oldu. Fikir mübadiləsi aparıldı və Ceyhun Bayramovun çox konkret açıqlamaları oldu orada. Azərbaycanın siyasi kursundan və Azərbaycan xarici siyasətinin qətiyyətindən xəbər verən açıqlamaları idi. Və Ararat Mirzoyanın da açıqlamaları var idi, amma o açıqlamaları yəqin ki dinləmişsiniz. Ümumiyyətlə, sülhə xidmət edən çıxış idi mi o çıxış? Təbii ki, yox. Yəni, Ermənistan tərəfindən səsləndirilən fikirlər sadəcə beynəlxalq ictimaiyyətə ünvanlanmış bir görüntü yaratmaqdan ibarətdir. Yəni, bir var sülhün mahiyyətindən çıxış edəsən və gerçək bir reallıqda sadəcə ifadə tərzində yox, bir sülh mövqeyi ifadə edəsən. Bir də var ki, tamamilə manipülativ bir davranışlar ortaya qoyasan. Yəni, Ermənistanın əslində nəticə etibarilə səsləndirdiyi, daha doğrusu Xarici İşlər Nazirinin fikirləri bu günə qədər Ermənistan tərəfindən səslənən fikirlərdən əsla fərqlənmir. Yəni, mahiyyət etibarilə yeni heç nə demədi və həm Zəngəzur dəhlizi ilə bağlı olan məqamlar, həm bütövlükdə sülh müqaviləsi ilə bağlı olan məqamlar Ermənistanın baxış bucağından dəyərləndirildi. Amma ortalıqda bir mətin var və bu mətindən çıxış edərək Azərbaycan tərəfində eyni zamanda irəli sürdüyü obyektiv şərtlər var. Bu şərtlərin heç birinə, o cümlədən Ermənistan konstitusiyası ilə bağlı məsələyə də aydınlıq gətirilmədi. Yəni, prinsip etibarilə reallıq ondan ibarətdir ki, Ermənistan konstitusiyasında müstəqillik haqqında bəyannaməyə istinadən Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır və təkcə Azərbaycana qarşı yox, həmçinin Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Türkiyə əraziləri müstəqillik bəyannaməsində Qərbi Ermənistan adlandırılır. Eyni zamanda Ermənistan konstitusiyasında da
Ağrı Dağı, Ararat Dağı kimi təqdim olunur, yəni Konstitusiyanın gerb hissəsində. Bu məsələlərə də, yəni Türkiyə mühitində, Antalya'da keçirilən bir toplantıda aydınlıq gətirilmədi. Yəni yenə də sülh müqaviləsinin mətni çıxır ortalığa. Bu mətndə ərazi bütövlüyünün tanınması faktoru önə çıxır. Əgər ərazi bütövlüyü tanınırsa, o zaman bir ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddialarının sürülməsi davam edirsə, bu ölkə ilə sülh müqaviləsinin imzalanmasının nə anlamı var? Ermənistan konstitusiyasında eyni zamanda qeyd olunur ki, bu sənəd, yəni ali qanun, əsas sənəd bütün digər beynəlxalq sənədlərdən üstə dayanır. O cümlədən dövlətlərarası müqavilələrdən. Belə olduğu təqdirdə haradan zəmanət vermək olar ki, Ermənistan günün birində elə sülh müqaviləsi imzalanan qısa müddət sonra konstitusiyanı əsas götürərək həmin o müddaanı Azərbaycanla imzalanan sülh müqaviləsinin Ermənistanın maraqlarına uyğun gəlmədiyini və konstitusiyaya zidd olduğunu vurğulamayacaq. Bu aspektdən də sülhə maneə yaradan problemlər aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil. Yəni sadə bir məntiqdir. Ermənistan yenə öz məntiqindən, yəni erməni məntiqindən çıxış edərək davam edir. Necə tarix kitablarına yanaşmaları, coğrafiyaya, regionun tarixinə yanaşmaları var, regionda yaşayan xalqların mədəniyyətlərinə yanaşmaları var. Eyni yanaşma tərzi özünü siyasi münasibətlər sistemində də biruzə verir. Adamlar hüquqla nağılı səhv salırlar. Hüquqla uydurma ideyaları, qondarma ideyaları səhv salırlar. Və hüququn əvəzinə özlərinin anladığı kimi və yaxud özlərinin anlatmaq istədiyi kimi məqamları xüsusi olaraq diqqətə çatdırmağa cəhd göstərirlər ki, əslində sağlam, düşüncəsi yerində olan, istənilən sadə insan Ararat Mirzoyanın danışdıqlarında gerçəkliyin olmadığını anlaya bilər. Ararat Mirzoyan diplomatiya forumunda Antalya'da keçirilən NTV televiziyasına, Türkiyənin NTV televiziyasına da müsahibə verib, bir sıra sualları cavablandırıb və Ermənistan mediasında gedən məlumatlarda vurğulanır ki, Zəngəzur dəhlizi ifadəsindən sonra Türkiyəli jurnalist üzr istəyib Ararat Mirzoyandan. Əslində biz videonun orijinalına baxdıq ki, Türkiyəli həmkarlarımız yayımlayıb. Orada belə bir üzr yoxdur və ümid edirik ki, izlədiyimiz video həqiqətən də orijinal videodur. Amma Ermənistan mediasında gündəm olan xəbər nədən ibarətdir ki, Zəngəzur dəhlizi ifadəsinə görə Türkiyəli jurnalist Ararat Mirzoyandan üzr istədi. Ümumiyyətlə, Zəngəzur dəhlizi cümləsindən niyə ermənilər bu qədər qorxur? Zəngəzur dəhlizi əslində real tarixi coğrafiyanın olduğu kimi adlandırılmasıdır və tarixi coğrafiyanın, ərazinin olduğu kimi adlandırılması burada qondarma dövlət yaradan insanları narahat edir təbii ki. Amma tarixi gerçəkliklərdən yayınmaq mahiyyət etibarilə mümkün deyil və hər dəfə Zəngəzur dəhlizdə, Zəngəzur anlayışı da Ermənistanın və ermənilərin qarşısına çıxacaq. Yəni, prinsip etibarilə mən həmçinin Türkiyəli jurnalistin üzr istəməyi ilə bağlı məqama da diqqət çəkmək istəyirəm. Bunlar adətən belə şeylərlə xoşbəxt olurlar, yəni mahiyyət etibarilə olsunlar, problem deyil. Mən düşünmürəm ki, belə bir ifadəyə görə üzr istənilsin. Əgər istənilsə də, yəni Türkiyədə vaxtilə hamımız erməniyiz deyən insanlar var idi. Onların arasında jurnalistlər də var idi. Gəzi, yəni parkı məsələlərində və prinsip etibarilə gəzi olaylarında olan hadisələrin iştirakçısı olan hansısa bir jurnalist bu sözü ifadə edə bilər. Bundan da təəccüblənmirəm. Amma bu nə qardaş Türkiyənin, nə Türk xalqının mövqeyi, mənafiyi deyil və onlar öz mövqeyini, mənafiyini həm rəsmi açıqlamalarında, həm də Azərbaycana verdikləri bir mənalı, mənəvi dəstəkdə açıq şəkildə ortaya qoyurlar. Zəngəzur dəhlizi tarixi adlı yanaşı həm də reallıqdır. Mən Ararat Mirzoyanın açıqlamalarında dəhlizlə bağlı yenə də yanlış ifadələrin önə çəkilməsinin şahidi oldum. Eksterritorial ifadəsi məqsədi yönlü şəkildə beynəlxalq ictimaiyyətə ünvanlanmış bir istiqamətdə səsləndirilir. Orada eksterritorial anlayışı yoxdur, amma Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il bəyanatında açıq şəkildə qeyd olunur ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası, yəni əsas ərazi, digər ərazi arasında, eksklav arasındakı deməli dəhliz maneəsiz dəhlizdir. Dünyada müxtəlif presidentlər var bununla bağlı, maneəsiz dəhlizlə bağlı. Ermənistanı himayə edən ölkələrin də
də bilavasitə eyni zamanda qonşu ölkələrlə, hətta Avropa İttifaqının üzv olmayan ölkələrlə də deməli maneəsiz dəhlizləri var. Keçidlər hansı formada həyata keçirilir, mexanizmlər var. Bu xüsusi statusu olan dəhlizlərdir. Maneəsiz anlayışı o deməkdir ki, ümumiyyətlə o prosesin içərisində erməni tərəfi yer almır və ümumiyyətlə o prosesin içərisində ermənilərin hər hansı bir yoxlama prosesi getmir. Sadəcə Azərbaycan ərazisindən onun ayrıca bir Azərbaycandan Azərbaycana yüklər daşıyır, sərnişinlər daşınır və s. Burada əslində məsələnin mahiyyətində dayanan əsas aspektlər təhlükəsiz aspektlərdir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, Azərbaycan xalqına qarşı soyqırım törədən və bu qədər amansızlıqlar edən, yəni vəhşicəsinə Azərbaycan torpaqlarını dağıdan bir toplumla, indinin özündə də revanşçı hisslərdən əl çəkməyən bir toplumla Azərbaycan vətəndaşlarına qarşı hansı sivil rəftarı gözləmək olar? Yəni bu önəmli bir faktdır. Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyi həmin ərazidən hərəkət edərək Naxçıvan Muxtar Respublikasına gedəcək və geriyə gələcək hər bir insanın taleyi, deməli təhlükəsizliyi ölkəmiz üçün vacib faktorlardan biridir və dünyanın ayrı-ayrı yerlərində tətbiq olunmuş mexanizmlərin tətbiqini Azərbaycan irəli sürür və Ermənistanın da bununla bağlı öhdəliyi var. Arat Mirzoyan buyursun maneəsiz anlayışın nədən ibarət olduğunu deməli ortaya qoyursun. Bu Skyner vasitəsi deyil və digər məsələlərdir. Yəni bu absurddur və onlar müxtəlif versiyalar, interpretasiyalar axtarırlar ki, ortalığa fərqli bir mövqe qoysunlar, güya sülh tərəfdarı olduqlarını və əslində dəhlizlə bağlı məsələni də həll etməyə hazır olduqlarını bildirsinlər və kommunikasiyalar açılsın və s. Amma reallıq var ortalıqda. Ermənistan öhdəliklərinə əməl etməyənə qədər Ermənistanla münasibətlərin formalaşması mümkün deyil. Eçiməm, gəlin son proseslərdə təxribatlar haqqında da danışaq. Təəssüflər olsun ki, Ermənistan tərəfinin mütəmadi olaraq biz fasiləsiz hətta deyərdim, Müdafiə Nazirliyinin yaydığı bəyanatlarda Azərbaycan Müdafiə Nazirliyinin informasiyalarının təqzib etməsini biz görürük. Yəni, etiraf etmirlər. Deyirlər ki, xəbərimiz yoxdur, biz etməmişik, biz bilmirik, ümumiyyətlə ateş açılmayıb. Yaxşı, bunları bir kənara qoyuruq. Onların ölkəsində fəaliyyətdə olan dırnaqarası müşahidə missiyası var. Bəs onlar da mı görmür və yaxud da niyə görmürlər? Onların missiyası fərqli bir yanaşmadan ibarətdir. Onlar ona görə yerləşdirilməyiblər ki, Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı bəyanat versinlər. Ona görə oradadılar ki, Ermənistanın davamlı təxribatlarına qarşı Azərbaycanın haqlı olacaq, atacaq addımlarını Azərbaycan tərəfindən atəşkəsin pozulması və Ermənistana müdaxilə və yaxud hər hansı bir formada hərbi təcavüz kimi qələmə versinlər. Niyyət də ondan ibarətdir. Yəni prosesin mahiyyətində də o dayanır. Biz hətta sülh müqaviləsi ilə bağlı mətnin razılaşdırılmasından sonra da Ermənistanın baş nazirinin açıqlamalarında yenə də həmin o qondarma müşahidəçilərin Ermənistan ərazisində qalması üçün müxtəlif formada təqdimatların şahidi olduq. Halbuki sülh müqaviləsi ilə bağlı, yəni sülh müqaviləsinin mətnində ümumiyyətlə üçüncü qüvvələrin bölgədəki iştirakının tamamilə sıradan çıxmasından söhbət gedirsə, Ermənistan yalnız delimitasiya olunmuş sərhədlərdən faktiki olaraq müşahidəçilərin və yaxud kənar qüvvələrin çəkiləcəyi barədə fikirlər səsləndirdi. Yəni bu onu deməyə əsas verir ki, Ermənistan məqsədiyyənli şəkildə, hətta sülh müqaviləsi imzalanmışdır sonra da delimitasiya olunmamış ərazilərdə yenə də ATƏT-in qondarma, üzr istəyirəm, Avropa İttifaqının qondarma müşahidə missiyasının iştirakını təmin etməklə həmin o baskı mexanizmini Azərbaycanın üzərində saxlamağa çalışacaq və həmin qondarma missiyanın da mahiyyət etibarilə fəaliyyətinin əsas təməl prinsipini ölkəmizə qarşı təzyiqlərin həyata keçirilməsi üçün bəhanələrin uydurulması təşkil edir. Eçiməm, gəlin bir digər məsələyə də toxunaq. Aprelin 19-da Qazaxın 4 kəndinin işğaldan azad olunmasına və artıq Azərbaycan bayrağının dalğalanmasına 1 il olacaq bu yaxınlarda. Bir neçə gündən sonra 1 il olacaq ki, bizim 4 kəndimiz artıq işğaldan azad olunub. Həmin ərazilərdə delimitasiya prosesi həyata keçirilib. Söhbət Bağanisarım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacıldan gedir. Və Ermənistan mediasında gedən sızdırılmış məlumatlarda biz nəyi görürük?
Məlumatlar var ki, artıq erməni əskərlərinə tapşırıq verilib ki, digər 3 kənddən geri çəkilsinlər. Söhbət yuxarı Əskipara, Bərxudarlı və Sofuldan gedir ki, və hətta ətrafda yaşayan insanlar da, olan insanlar da vurğuluyurlar ki, orada minaların təmizlənməsi prosesi gedir. Yəni, Ermənistan tərəfi öz bastırdıqları minaları təmizləyirlər. Ola bilərmi ki, yaxın vaxt ərzində həmin 3 kənd də Azərbaycanın nəzarətinə keçsin? Əslində, bunun alternativi yoxdur. Yəni, mahiyyət etibarilə, əgər söhbət ərazi bütövlüyünün tanınmasından və bütövlükdə iddialara son qoyulmasından gedirsə, Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Yəni, söhbət o 4 kəndin də işğaldan azad edilməsindən gedir. Eyni zamanda delimitasiya ilə bağlı istiqamətin öncədən göstərilməsi, yəni razılaşma əsasında komissiyalar arasında sübuta yetirir ki, məhz həmin prinsip etibarilə 3 kənd istiqamətində delimitasiya prosesinin növbəti mərhələsi həyata keçiriləcək. Yəni, burada müxtəlif mexanizmlər tapmaq olardı. Amma Azərbaycanla Ermənistan etiraf edək ki, təbii ki, Azərbaycanın səyi nəticəsində ilkin mərhələdə Azərbaycanın 4 kəndinin azad edilməsi mərhələsində problemin delimitasiya yolu ilə həll olunmasını deməli ortaya qoydular və bu əslində daha uğurlu bir mexanizmdir nəticə etibarilə. İndinin özündə də belə bir mexanizmin həyata keçirilməsi üçün kifayət qədər imkanlar var və bunun alternativi yoxdur. Ermənistan bütün hallarda həmin ərazilərdən çıxmalıdır. Bu proses nə qədər tez baş verəcəksə, təbii ki, bu qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edəcək. Bir də son olaraq vaxtımız az qalıb, amma istərdim buna da toxunaq. Sülh müqaviləsinin yekun mətni hazırdır, düzdür, təxribatlar var və onlar tərəfindən bizi təəccübləndirmir bu. Amma sülh müqaviləsinin yekun hissəsi necə ola bilər? Hansı, misal üçün, Arat Mirzoyan deyir ki, alternativ bir 3-cü ölkənin ərazisində və yaxud da sərhəddə imzalaya bilərik. Bəlkə elə yadınızdadırsa Heydər Əliyevlə, Ulu Öndərlə sərhəddə görüşmüşdülər Sədr Ekrəm 1999-cu ildə. Bəlkə elə orada imzalanması daha məqbul olar? Təbii ki, tamamilə prinsipi etibarilə real bir yanaşma tərzidir. Azərbaycan sərhəddində imzalanmalıdır. Əslində bizim mövqeyimiz prosesdə hər hansı bir formada 3-cü tərəfin iştirak etməməsindən ibarətdir və bu baxımdan da sərhəddə də imzalana bilər və yaxud eyni zamanda prosesin qonşu Gürcüstanda davam etdirilməsi ilə bağlı da belə bir yanaşma tərzi vardır. Tbilisidə də imzalana bilər və s. Yəni, prinsipi etibarilə hətta o coğrafiyada, hansı coğrafiyada imzalamasından asılı olmayaraq, o coğrafiyanın üzərində suveren hüquqları olan dövlət prosesin iştirakçısı olmur. Sadəcə platforma kimi təqdim edilir. Amma bütün hallarda sərhəddə imzalanması daha məqbuldur. Elçin, çox sağ olun. Təşəkkür edirik ətraflı şərhiniz üçün. Vurğulayım ki, hazırda studiyada qonağım millət vəkili Elçin Mirzəbəyli idi. Biz onunla birlikdə Arat Mirzoyanın təxribat yolumlu bəyanatlarından danışdıq və Antalya Diplomatiya Forumundakı çıxışından, eyni zamanda Ermənistanın hələ də davam edən fərqli istiqamətlərdə Azərbaycana olan qərəzindən danışdıq. Eyni zamanda Qərbin müvafiq dairələrinin hələ də bəzi faktları görməməsindən danışdıq, amma nəticə etibarilə Azərbaycan artıq yekun sülh müqaviləsinin mətnini təsdiq edib hazırdır və artıq Prezident İlham Əliyev demişkən top Ermənistanın meydanındadır.